Bismillahirrahmanirrahim və bihi nəsta'in və huvə xeyran nasiri və mu'in. Həzrət Əmirəl-Müminin əleyhissalam Nəhcül Bəlağə hikmətnaməsində xütbələrinin birində gözəl bir ifadəsi var. Buyurur ki, Miskin ibn Adəm, yazıq insan övladı, çarəsiz insan övladı. Ya Əmirəl-Mümin, niyə insan çarəsizdir, yazıqdır? Buyurur ki, Məknunul əcəl, insan, ona görə sən çarəsizsən ki, insan, sənin ölümün, əcəlin gizlindir. Yəni, hamımız bilirik ki, biz ölüm haqdır, ölüm hamımızın qapısını döyəcək. Amma kim nə vaxt öləcəyin bilmir. Bilmir ki, biz savab işin başında öləcəyik, ya günah halında öləcəyik, buna xəbərimiz yoxdur. Ölümün haqq olduğunu bilirik, amma nə vaxt öləcəyimizdə xəbərimiz yoxdur. Daha sonra buyurur ki, Miskin ibn Adəm, yazıq insan övladı. Niyə ya Əmirəl-Müminin? Buyurur ki, Məknunul əcəl, insan, sənin dərdlərin bilinmir. Bir gün başın ağrıyır, başağı dərman atırsan, səhər görsən qıçıvı tutursan, gedirsən qış tarafı malcı edirsən, ta dünyada ruh bədəndən çıxana qədər bu proses səndə başlayır. Davamında buyurur ki, insan, sən yazıqsan. Niyə ya Əmirəl-Müminin? Buyurur ki, məhfuzul əməl, insan, sən ona görə yazıqsan ki, sənin bütün əməllərin qorunub saxlanılır. İstər yaxşı əməlin, istər pis əməlin. Yəni, sən birdən yaxşı iş görərsən, bilməzsən ki, Allah ona savab verir, unudarsan. Ya bir günah iş yerinə yetirərsən, elə bilərsən ki, Allahın xəbəri olmadı, yaddan çıxadarsan, amma belə deyil, xeyr. Allah buyurur ki, mən həm yaxşını yazaram, həm pisi yazaram. Sən unutsun belə o əməlləri, mən yaddan çıxartmaram. Daha sonra Əmirəl-Müminin hədisdə bir qədər də insanın nə qədər kiçik varlıq olduğunu bizə çatdırır. Buyurur ki, insan, sən yazıqsan, Miskin ibn Adəm, yazıqsan, çarəsizsən. Niyə ya Əmirəl-Müminin? Buyurur ona görə ki, bircə qədənə ağaca qanat səni incidir. Görürsən, yay günüdür, 4-4 otaqdır, 40 dərəcə isti. Bu boyda bədən, axşam saat yatmaq istəyirsən, görürsən bir dənə dırnaqdan da xırda bir dənə ağaca qanat səni qoymur yatmalığa. Sən bu qədər gücsüzsən. Əmirəl-Müminin bir qədər də insanı neyir? Kiçildir. İnsan, təkəbbür eləmə, Miskin ibn Adəm, çarəsizsən, sən yazıqsən. Niyə ya Əmirəl-Müminin? Buyurur ona görə ki, öz bədəninin, tərinin qoxusu səni incidir. Bir var insan, kiminsə pis qoxusun, tərini duyana rahat ola. Bir də var ki, insan o qədər bədən tikləşir, özü öz bədəninin qoxusundan nədir? İyrənir. Buyurur ki, Miskin ibn Adəm, insan, yazıq insan övladı, sən yazıqsan. Niyə ya Əmirəl-Müminin? Buyurur ki, ona görə yazıqsan ki, bircə dənə tikənin,